Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size başka bir Samsung kondisionerinin pultunun istifade qaydasını görkezeceğim. Her bir kondisionerde olduğu için burada da bir yandırıp söndürmek için on-off düğmesi var. Onun köməklə kondisioneri yandırıp söndürebiliriz. Kondisionerin rejimlerinin dəyişilməsi üçün mod düyməsindən istifadə edilir. Bu kondisionerdə 5 rejim var. Hal-hazırda ekranda avto rejimi görkənir. Mod düyməsini basırıq. Soyutma rejimi, qurutma rejimi, fan rejimi və isitmə rejimi. Kondisioner istifadəçilərin böyük əksəriyyəti kondisionerdən əsasən soyutma məqsədləri üçün istifadə edirlər. Və biz də bu səbəbdən əvvəlcə soyutma rejimini izah edəcəyik. Biz deməli mod düyməsini basırıq və ekranda bir qar dənəciyi işarəsi görünəndə kondisioner soyutma rejiminə keçmiş olur və soyutma rejimində adətən temperaturu 22, 23, 24 dərəcə arasında ayarlayırıq. Çünki hesablamalara görə 22 dərəcə temperatura qoymuş kondisionerin altında yatmaq soyuq dəyməyə səbəb ola bilər və bu səbəbdən də mütəxəssislər belə bir temperaturda yatmağı bizə məsləhət görmürlər. Kondisionerin daha intensiv soyutması üçün turbo düyməsindən istifadə etmək olur. Turbo düyməsi basıldıqda gördüyünüz kimi ekranda hər şey itir və burada turbo sözü görünür və temperatur da itir. Belə olduqda temperatur ən aşağı dərəcə salınır və turbo rejimi təxminən 15 dəqiqə işlədikdən sonra yenidən əvvəlki rejimə qayıtmış olur. Qeyd etmək istəyirik ki, ümumiyyətlə kondisionerin fanının sürəti dəyişdikcə onun soyuq yaratma qabiliyyəti də artır. Amma burada bir məsələ də ortalığa çıxır ki, yataq otağında insan yatarkən orada kondisionerin səsi insanı narahat edə bilər. Bu səbəbdən burada fanın sürətini dəyişmək üçün düymədən istifadə edib ən aşağı sürətə qoymaq mümkündür. Ümumiyyətlə bu kondisionerin 4-5 sürəti var. Bu ən aşağı sürətdir. Bu düymənin köməyi ilə biz sürəti dəyişirik. Bu isə orta, yuxarı, ən yuxarı və nəhayət avto sürət. Burada bir hərəkətlilik görünəndə kondisioner deməli avto sürətə keçmiş olur. Hər bir kondisionerdə olduğu kimi burada da kondisionerin jalüzilərini hərəkətə gətirmək və yaxud onun hər hansı bir istiqamətə dayandırması üçün bu düyməni basırıq və burada göründüyü kimi yuxarı aşağı işarəsi var və yaxud hər hansı bir istiqamətə dayandırması yenə də eyni düymədən istifadə edilir. Soyutma rejimində məsələn bəzi vaxt elə olur ki, insanlar həddindən artıq aşağı temperaturu qoyurlar. Məsələn 21 dərəcə, 20 dərəcə, 22 dərəcə temperaturu ayarlayırlar və belə olduğu təqdirdə məlum məsələdir ki, hələ biz daha aşağı temperaturu demirik. Məlum məsələdir ki, belə temperaturda yatmaq soyuq dəymə ilə nəticələnə bilər. Bu səbəbdən də burada bir good sleep adında bir düymə var. Good sleep düyməsi basıldıqda kondisioner demək bütün gecə boyu temperaturu deməli yavaş-yavaş qaldırır. Yəni təxminən 2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldırır və bir neçə saatdan sonra yenidən 1 dərəcə qaldırır və 24 dərəcə çatdırır ki, soyuq dəymə prosesi olmasın. Hörmətli izləyicilərimiz, indi biz yenidən mod düyməsini basırıq və burada su damlası işarəsi görürük. Bu deməli qurutma rejimidir. Ən az istifadə olunan rejimlərdən biridir. Evdə olan nəmi azaldılmaq üçün nəzərdə tutulur. Bir daha basırıq və burada ventilator işarəsi, sərinkeş işarəsi gəlir. Bu rejimdə kondisioner adi bir fan kimi çalışır. Mod düyməsini bir daha basdıqda burada günəş işarəsi gəlir. Bu ikinci ən çox işlədilən rejimdir. Yəni soyutma rejimindən sonra ən çox istifadə olunan rejimdir və maraqlısı da odur ki, insanlar ən çox demək isitmə rejimi ilə əlaqədar bizə müraciət edirlər və kondisionerin pultdan necə ayarlanmasını bizdən soruşurlar və bütün bu çəkdiyimiz videolarda həmin insanların verdiyi suallara cavabdır. Demək, soyutma isitmə rejimində temperaturu adətən 26 dərəcənin üzərində ayarlayırıq. Çünki hava
isti hava yüngül olduğuna göre yukarıda yığılır ve tez bir zamanda kondisionerin sönmesine sebep olur. Bu rejimde ventilatorun sürətini fan yani sürətin avtomatik olarak seçilməsi rejiminə qoyulması en münasib bir məsələdir. Biz onu etmək üçün burada bu düyməni basırıq. İkinci sürət, üçüncü, dördüncü və bir daha belə bir hərəkətlilik gələndə sürət avtomatik olaraq seçiləcək. Belə olduqda kondisionerin çöl hissəsi də həddindən artıq gec buz bağlayır, gec qarlayır. Eyni zamanda da kondisioner daha verimli çalışır. Yəni daha yaxşı istilik verir, elektrik enerjisinə də qənaət edir. Demək ki, hörmətli izləyicilərimiz, mod düyməsini yenidən basırıq və burada bir avto işarəsi gəlir. Bu nədir? Gördüyünüz kimi burada indi 24 dərəcədir. Biz onu 25 də eləyə bilərik, 26 da eləyə bilərik və yaxud 23 də eləyə bilərik. Fərz edək ki, biz 24 dərəcəyə ayarlamışıq. Avto rejimində 24 dərəcə ayarlamışıqsa, o zaman əgər havanın temperaturu, evdə havanın temperaturu 24 dərəcədən aşağı olarsa, kondisioner isitmə, yuxarı olarsa soyutma rejimində işləyəcəkdir. Bir daha mod düyməsini basırıq və soyutma rejiminə qayıdırıq. İndi isə digər düymə, 2 düyməni izah edəcək. Əslində qalsa burada 2 yox, 3 düymə var. Gördüyünüz kimi on timer, yəni zamanlayıcı açıq, zamanlayıcı qapalı və burada set, yəni qurmaq, canceldə çıxmaq və həm də eyni zamanda da bu düymə kondisioneri yandırıb söndürmək üçün istifadə edilir. Bəzən elə olur ki, biz işə gedirik və istəyirik ki, kondisionerimiz biz işdən gələndə evimizi soyutmuş olsun. Bunun etmək üçün, məsələn, biz kondisionerin on timer düyməsini basırıq və burada onu bir neçə dəfə qurduqdan sonra, tutalım ki, biz səhər saat 8-də gedirik, axşam 6-da qayıdacaqsa, kondisionerimizi təxminən 8 saata qurmamız yetərlidir. Demək ki, bunun üçün bu düyməni basırıq. 8 saata ayarlayırıq. Bundan sonra bu düyməni basaraq bir qədər çətin basılır və burada gördüyünüz kimi on timer yazılır. İndi kondisionerimiz 8 saatdan sonra işə düşəcəkdir. Bu rejimdən çıxması yenidən bu düyməni basırıq və oradan çıxırıq. Və yaxud kondisionerimiz işləyə vəziyyətdə olanda biz deməli yerimizə uzanırıq və saat 10'dur. İstəyirik ki, səhər saat 4'ə qədər kondisioner işləsin və sönsün. Yəni 6 saat işləsin, sönsün. O zaman off timeri basırıq və burada 6 saata ayarlayırıq. Bundan sonra bu düyməni basıb onaylayırıq. Qeyd etmək istəyirik ki, bu köhnə modellərdəndir. Ona görə bir qədər düymələr artıq qozalıb. Və biz də bilirik ki, hələ də bu kondisioner pultundan istifadə olunur. Ona görə sizə yardım məqsədi ilə bu videoları çəkirik. Bu, demək ki, rejimdən çıxması yenidən bu on-off düyməsini basırıq. Hörmətli izləyicilərim, əgər hər hansı bir sualınız olarsa, yenə də biz sizin suallarınıza cavab verməyə həmişə hazırıq. Şərhlər bölümündə bizə müraciət edə bilərsiniz. Əssalamu aleykum.